Salam uşaqlar, bugün biz civən kurslarının 21 iyun 2026-cı il tarixində 4-cü qruplar üzrə keçirdiyi kimya fənnindən deməli sualların izahına baxacağıq. Deməli başladıq 31-ci sualda. Deməli 31-ci sualda bizə nə deyir? Su ilə reaksiyaya daxil olan maddələr verilmişdir. Burada barium hidrid, barium oksid. Maddələr reaksiyaya daxil olan mol sayıları eyni olarsa, reaksiyalar üçün eyni olan orada demək şərtləri, daha çox reaksiya üçün eyni fikirdə, eyni qaydaları biz cavab kimi götürəcəyik. Demək başladıq. 31-də reaksiyalarımızı deməli növbəti uşaqlar yazaq. Barium hidrid. Deməli 31-ci sual. Barium hidrid üzərinəcə su alınır. Barium hidroksid üzərinəcə hidrogen. İkinci halda deməli barium deməli alınır yenə barium hidroksid. Deməli yenə barium oksid su ilə verir. Deməli məhsul barium hidroksid. Baxın uşaqlar, burada əmsalları deməli qoysaq, birinci reaksiya 2, bir də ikinci reaksiyada baxaq. Deməli 2-də 2, 4, 2, 4. Üçüncü reaksiyada isə əmsal qoyulmur. Uşaqlar, baxın, sərf olunan suyun mol sayı. Deməli, baxın, birinci, ikinci, üçüncü reaksiyalarda, deməli, birinci və ikinci reaksiya üçün burada sərf olunan suyun mol sayı, baxın burada, 1, 2, 3 da reaksiyalarımızın nömrəsi olsun. Birinci, ikinci reaksiyalarda, baxın, suyun sərf olunan mol sayı eynidir, ancaq üçüncü reaksiyada 1 mol götürülmüşdür. Alınan əsasın kütləsi götürə bilərik, çünki hamısında 1 moldur. Baxın, burada da 1 moldur, burada da 1 moldur. Bir də biz bilirik ki, yalan yazılmır. Yəni, bu fikri düz ümumi cavab kimi götürə bilərik. 2-ni, deməli, burada bir cavab 2-dir. Sonra, alınan hidrogen molekullarının sayı, uşaqlar, baxın, 3-cü tənlikdə hidrogen molekulları alınmamışdır. Amma ikinci reaksiyada hidrogen molekulları sayı eyni də olsa, amma üçüncü reaksiyada alınmadığı üçün bunu cavab kimi qəbul etmirik. Deməli, burada alınan cavab yalnız B variantıdır. Yalnız 2-ni cevab götürürük. Sonra 3, deməli, propanol 2-nin mis-2 oksidlə demoksiləşməsi reaksiyasının üzvü maddə molekulunda azalan nədir? Propanol 2-ni uşaqlar biz qeyd edək. Deməli, propanol hidroksid OH deməli mis-2 oksidlə oksidləşir, keçir ketona. Burada burada uşaqlar baxın. Deməli bizə digər məhsullar lazım deyil. Yəni əlavə alınır orada mis üzərinəcə su. Deməli ümumi bunu yazsaq, baxın uşaqlar, yaza bilərik ki, karbon 3, deməli H8, daha doğrusu deməli buradan keçir karbon 3, H6 oksigenə. Yəni birinci halda deməli ikili spirt ketona keçdi. Bu da ümumi bunların yazdığımız formula. İndi suallara cavab verək. Demək, sigma rabitələrin sayı, baxın uşaqlar, deməli burada azalan deyir. Baxın, diqqətlə. Azalan xüsusiyyətləri götürək. Sigma rabitələrin sayı azalır, uşaqlar, biri götürə bilərik. Çünki sigma rabitələrin sayı azalmaq istiqamətində gedir də orada. Baxın, pi yarandığı üçün sigma rabitələrin sayı azalır. Karbon atomların sayı eynidir. Hər ikisində yəni götürə bilmərik.
1-i götürə bilərik. İkili karbon atom oksidaşma dərəcəsi. Deməli, ikili karbon atom oksidaşma dərəcəsi uşaqlar baxın, burada sıfırdan keçib müsbət 2-yə. Baxın, burada deməli oksidaşma dərəcəsi artmaq istiqamətində getdi. Deməli, azalmaq istiqamətində getmədiyi üçün bu variantı da götürmürük. Sonra karbon atomlarının sp3 hibrid orbitallarının sayı. sp3 hibrid orbitallarının sayı, baxın uşaqlar, deməli burada 4 dənə deməli pozaq. Baxın 4 hibrid burada, 4 hibrid, 4 deməli etdi 12 hibrid. Bu sp2 olduğu üçün burada 3 hibrid, 4 hibrid, 4 hibrid. Baxın, deməli burada 12 hibrid orbitalından keçir 4, 11 hibrid orbitalının. Ona görə burada sp3 hibrid orbitalların sayı azalmaq istiqamətində getdiyi üçün bu variantı götürürük. Birli karbon atomlarının oksidaşma dərəcəsi. Birli karbon atomlarının oksidaşma dərəcəsi deməli burada xeyr dəyişmir. Elə -3-dən -3-ə keçir. Bax, birli karbon atomları uşaqlar. Bax, deməli belə deyək də, baxın bunlardır. Ortada olanlar, onlar ikili karbon atomlardır. Çünki birli karbon atomları oksidaşma dərəcəsi ilə -3-dən -3-ə keçir. Hidrogen atomlarının sayı uşaqlar, baxın 8-dən 6-ya keçib. Azalmaq istiqamətində getdiyi üçün burada 1, 4, 6 variantına götürürük. Deməli 1, 4, 6 Y variantı. Sonra baxaq. Deməli 33-cü sualda bərabər mol miqdarda götürülmüş saxaroza və maltoza qarışığının tam hidrolizindən cəmi 12 mol glikoza alınmışdır. İlkin qarışıqdakı saxarozanın mol sayını deməli tapın deyir uşaqlar. Deməli biz neyinə? Biz bilirik ki 1 mol saxaroza hidroliz edərkən, baxın burada fikir verin, burada bax bu tam hidrolizindən sözünə yəni diqqət edin. Yazırıq 1 mol saxaroza. Deməli 1 mol yazmasaq da olar. Deməli saxaroza hidroliz edir. Deməli 1 mol glikozaya, deməli üzərinə gəl 1 mol fruktoza. Bunu da qısa yazaq. 1 mol maltoza da deməli hidroliz edir. Deməli 2 mol glikozaya, 2 deməli mol glikoza. Burada qısa yazmışıq. Glikoza. Baxın uşaqlar, burada sadəcə bizə burada şərt qoyur ki 12 mol glikoza alınmışdır. İlkin qarışıqda saxarozanın mol sayını deməyidir. Bir də şərt qoyub ki, orada BTV-də işarə eləyiblər də, orada uşaqlar diqqət edin, bərabər sözünə önəm verməliyik, yəni diqqət eləməyi. Burada 1 mol saxaroza dediyi üçün biz 1 mol saxarozanın orada molunu əgər x ilə işarə etsək, orada x-in deməli 1-in 1-ə nisbəti olduğu üçün burada da yenə x mol glikoza almışdır. Yenə burada bərabər miqdarda dediyi üçün 1 mol maltozadan isə burada baxın 2 mol alındığı üçün bunu da 2x qeyd edir. Burada alınan glikozaları deməli baxın. Birinci mərhələdə saxarozan hidrolizindən x mol glikoza orada alınmışdır. İkinci mərhələdə maltozanın hidrolizindən 2x. Onda belə bir tənlik yaza bilərik ki, baxın bu 12-dən istifadə eləyəcəyik. Deməli 2x üzərinə gəl 2x bərabərdir 12. Deməli buradan da 3x bərabərdir 12, x bərabərdir 4 mol. Deməli burada bərabər miqdarda dediyi üçün ilkin qarışıqda elə saxarozanda mol miqdarı 4 moldur, maltozandır. Lakin bizə yenə fərq etməz də saxaroza, maltoz orada qeyd etsinlər. Yəni cavab orada daha doğrusu A olacaq.
Sonra deməli 33, 34-cü suala baxaq. Hə, 35-ci suala baxaq. Hansı reaksiyalardan alınan üzvü maddələr izomerdirlər? Deməli uşaqlar, bax bunu deməli üzərində işləyək. Hansı reaksiyalardan alınan üzvü maddələr izomer deyil? Birinci halda biz bilirik ki, burada belə alkanların dihalogenli tərəmələrin sinxlə təsir etdikdə, xlor deməli orada zəncirin uc nöqtələrində olanda sikli quruluşu birləşmə alınır. Yəni baxın belə siklopropan. Bax belə bir birləşmə. Bunu da ümumi yazsaq, deməli karbon 2 H6. Daha doğrusu karbon 3 H6. Deməli ikinci halda yenə alkanların monohalogenli monohalogenli orada törəmələr natrium ilə təsir etdirsə, bu virus reaksiyadır. Burada 3 dənə karbon atomu görürüksə, uşaqlar biz bilirik ki, bu təkrarlanır da. Yəni bunu 3 dəfə uzun zəncir şəklində lap yazıq göstərək. Baxın, karbon H3, karbon H2, karbon H2, karbon H2, karbon H2, karbon H3. Bax belə. Burada da deməli karbon H3 şəklində. Yəni bunu ümumi bir yerdə, ümumi şəkildə yazsaq, karbon deməli 6 H14. Yəni bir virus reaksiyasında karbon 6 yapıyoruz. Deməli karbon deməli 6 H14. Yəni ki, burada bu götürülən radikal belə deyək də, xloru 2 dəfə radikalı yazırıq da, yəni alınan məhsulda 2 dəfə orada gördüyümüz radikalları 2 dəfə təkrar qeyd edirik. Sonra deməli, üçüncü halda burada yenə alkanların dihalogenli törəmələrinə kalium H-ın spirtdə sözü ilə burada yenə spirtdə sözünə diqqət eləməliyik. Çünki su olanda başqa məhsul alınır. Deməli, yenə burada alınır alkadiyen, karbon H2, 2 qat karbon, karbon H2. Dördüncü halda da yenə burada alkanların deməli, monohalogenli törəmələrinə kalium H-ın spirtdə məhlullə təyin etsə alkeni alınır. Bax, belə karbon H. Deməli, 3, karbon H, karbon H2, 2 qat rabitə, karbon H2. Deməli, burada 2-dir. Deməli, bunu da ümumi şəkildə yazsaq, yenə karbon 3, H6-dır. Baxın, deməli, üçüncü halda ümumi qeyd etsək, karbon 3, H4-dür, alkadiyendir. Baxın, burada üzvü söz önəm verməliyik də, diqqət etməli. Üzvü maddələr hansı halda izomerdir? Baxın, burada karbon 3H6 birinci halda almışıq. Bir də dördüncü halda. Yəni, burada 1, 4 variantlara baxırıq. D variantı. Yəni, birinci və dördüncü reaksiyalarda üzvü maddələr alınır. Sonra 36-cı suala baxaq. 36-cı sualda uşaqlar nə deyir, lövhəmizi bilək. Deməli, burada bizə belə deyək də, yenə absis və ordinat oxu verilmişdir. Koordinat deməli oxları verilmişdir. 1 mol metana əvvəlcə A qazı, sonra isə helium qarışdırdıqda alınan qaz qarışığının orta molyar kütləsinin qazların ümumi mol sayının asılı qrafiki verilmişdir. A qazını və M-i müəyyən edin. Baxın, uşaqlar, burada diqqət eləyin. 3 mol olanda, deməli, absis oxunda mollar göstərilmişdir. Orada ordinat oxunda molyar kütlə qeyd edilmişdir. Deməli, 3-5 burada moldur. Sadəcə burada 16 belə deyək, orta molyar kütlədir. Burada, yəni ikinci halda M-də yaranan orta molyar kütləni də tapacağıq. Yəni 3-ə uyğun olaraq. İndi baxın, burada bir şərt verir. 1 mol metana, orada metan sözü də PDF-də bir də deyirəm. Orada qırmızı ilə altından xətt çəkilmişdir. Deməli, biz onda nə yaza bilərik? Yaxşı, burada yaza bilərik ki, 1 mol metanın
nü yazaq yine nü. Deməli karbon H4 bərabərdir 1 mol. İkinci halda deməli əvvəlcə A qazı, sonra isə helium qarışdırdıqda alınan qaz qarışığının orta molyar deməli qaz qarışığının ümumi mol sayına asılıq qrafiki vermişdir. A qazının və EMi müəyyən edin. İndi biz burada uşaqlar nə yaza bilərik? Yenə bir sərgəsiz oldu. Yəni sərgə yazaq. Yaza bilərik ki, nü deməli karbon H4 bərabərdir deməli 1 mol. Yenə deməli nü A maddəsini bilmirik. Orada sadəcə baxın bu 3-dən istifadə edəcəyik. Çünki bax 3 minus 1 bərabərdir 2 mol qeyd edəcəyik. İzah verəcəm. Sonra deməli nü helium bərabərdir 5 minus 3 bərabərdir yenə 2 mol alınır. İndi biz buradan bizim M orta düsturumuz var da uşaqlar. Biz bilirik ki M orta bərabərdir. Burada 3 dənə qaz qarışığı verilmişdi də. 3 dənə qaz qarışığı verildiyi üçün yazırıq ki nü1 M1 üzərinəcə nü2 M2 nü3 M3 deməli nü1 üzərinəcə nü2 üzərinəcə nü3. Deməli buradan yenə M orta baxın, orada bizə 16 verilib. Onda yaza bilərik ki 16 bərabərdir. Birinci halda nü1 biz bildik ki orada karbon H4'ün moludur. 1 vurulsun onun emiri, yəni 16. Üzərinəcə A qazının molyar emirini bilmirik də, ona görə onu A işarə ilə vurulsun. Molu 2 olduğu üçün, baxın burada 2 olduğu üçün. Üzərinəcə demək helium qazında biz bilirik ki, deməli emiri 4'dür. Hə, 4 2 vurulsun 4. Burada da molyarları yazsaq 1, daha doğrusu mollarını qeyd etsək 2. İndi biz bu tənli belə deyək, tənli həll edək. Çünki A var da tənli üçün baxa bilərik burada. A bərabərdir. Deməli 1'i 16'ya vurdum, 2'ni 4'ə vurdum. Burada neçə elədi? 16 üzərinə gəl. Üzərinəcə 2A üzərinəcə 8 bölünsün 5. Deməli burada yenə çarpaz üsuldan istifadə etsək 80 bərabərdir. Deməli 80 bərabərdir neçə yaza bilərik? 2A 6 ilə də 8 24 2A bərabərdir. 80-dən də 24 çıxsaq 56. Deməli burada A-ın emiri 56'nı da 2'yə böləndə 28. 28. Burada A maddəsinin emirini tapdıq. Burada deməli baxırıq bizə etan, eten veriblər də. Burada 28 emiri olan belə deyək də karbon 2H4'dür. Karbon 2H4'dür. İndi ya burada biz cavab B götürəcəyik ya da Y götürək də. İndi bunların üstündə bir də M-i hesablayaq. Görək ki ya B variantıdır ya axırıncı Y variantıdır. Deməli ikinci halda M-i necə hesablaya bilərik də? Biz buradan aldıq ki deməli emir karbon 2H4 bərabərdir 28. Baxın uşaqlar, burada bir də biz M-i hesablamayıq. M-ə də uyğun baxın, orada 3 mol götürüb. Yəni 3 mol orada deməli qaz qarışığı alındıqda, həm də burada A qaz qarışığı var idi axı. İndi biz aldığımız bu eten ilə A qaz qarışığının elə bil M ortasını tapacağıq. Onda M orta M-nə işarə etdiyi üçün biz elə M orta üçün belə yaza bilərik də, bərabərdir. Orada deməli birinci qaz qarışığı karbon H4'ü götürdükləri üçün 16 yazaq üstünə 2 vurulsun 28. Bax bu eten qazının 28, yuxarıda da eten qazının 28'i biz 3 minus 1 bərabərdir 2 qeyd etmişdi. Deməli burada da yenə 2 üstəcə 1 bərabərdir. Deməli bu əldə etsək 2-də 28'in 56
56'dan da 16, 72. 72'ni də 3'ə bölsək 24. Deməli burada biz 2 qaz qarışığı, A qaz qarışığı ilə eten qazını qarışığın M ortasının 24 olduğunu aldıq. Deməli bizim variantımız onda B variantıdır. Biz onda bu Y'yi pozuruq. Deməli 36-cı sualda da B oldu cavab. Deməli 33 elədik. 37-ci suala baxaq. Hansı maddənin molekulunda asimetrik karbon atomu vardır? Uşaqlar, gliserini bax qeyd edək biz. Gliserin biz bilirik ki, 3 atomlu spirtdir. Sonra ikinci halda deməli qeyd edək. Etilen glikolu. Sonra ikili butil radikalını uşaqlar qeyd edək. Karbon H3. Deməli buna A qoyaq qarışması. Buna A. Buna B. Buna da C. Deməli nə yazmışlar? İkili butil karbon H3. Karbon H2. Karbon H. OH. Karbon H3. Baxın uşaqlar, birinci halda biz deməli asimetrik karbon atomu karbon atomuna deyilir ki, uşaqlar biz bilirik ki, deməli karbon atomuna biz asimetrik karbonda ulduzuna işarə edirik də 4 dənə müxtəlif radikal birləşsin də. Bunu da A, tutaq ki, B, C, D, bax belə işarə edək. Onda həmin karbon atomuna biz asimetrik karbon atomu deyirik də, optik, yəni izomerliyə əmələ gətirir. Testlərdə də belə qeyd edirlər. Aktiv maddə adı altında da qeyd edirlər. Yəni hansı halda sizə təqdim edilirsə, sizin ağlınıza asimetrik karbon atomuna 4 müxtəlif əvzici, yəni radikal birləşməsi fikri gəlməlidir. Birinci halda baxın, hansı karbon atomuna, bax burada yenə bu karbon atomunu götürsək uşaqlar, bir tərəfində baxın, bunun hidrogen var, bir tərəfində OH var, bir tərəfində də bu var. Bax, burada heç cür asimetrik atom əmələ. Yenə karbon H2-də də baxsaq, yenə bunun bir tərəfində 2 dənə H2 eyni təkrarlanır. Bir tərəfində OH var, bir tərəfində ümumi 2 OH orada deməli götürürük ümumi birləşməni. Yəni A variantı asimetrik karbon atomu yoxdur. Gliser. Yenə etilen glikolda da baxın. Bir dəfə yenə buna baxsaq, yenə hər bir karbon atomunda 2 dənə hidrogen atomu var da. Orada 2 dənə hidrogen atomu 2 dəfə təkrarlandığı üçün biz yenə onu götürə bilmirik. Amma bu fikir verincə variantı ikili butil spirtində uşaqlar, baxın burada. Karbon H3 bir əvəz edici, OH bir əvəz edici, burada hidrogen bir əvəz edici, etil burada radikalda bir əvəz edici. Yəni asimetrik karbon atomu burada, bax bu karbon atomudur. Üçüncü karbon atomudur, OH birləşən karbon atomudur. Ona görə burada cavab belə deyək də ikili butil spirtidir. Sonra məsələn orada bir dənə də izopropil spirtinə baxaq. İzopropil spirti biz bilirik ki, uşaqlar necə yazılır? Deməli karbon deməli karbon H3. Bax izopropil. Burada da baxaq, fikir verin uşaqlar. Karbon H3 2 dəfə təkrarlanır. Baxın, ona görə də 2 dənə eyni radikal olduğu üçün biz bunu yəni götürə bilmərik. Eyni qaydada izobutil üçün də keçərlidir. İzobutil spirtinə də baxın, yazsaq. Karbon H3, karbon H, OH, karbon H3, karbon H3. Bu da izobutil spirtidir. Baxın, 3 dənə eyni radikal, bir dənə də fərqli OH. Yəni ona görə biz burada cavab C-yi götürürük. Sonra baxaq. 38 dənə deyir bizə. 38-ci sualda 1 mol silisium oksit verilmişdir. 33'ü yazaq, sonra onun üzərində qeyd eləyərik uşaqlar. 33'ü qeyd eləyək. Sonra 33'ə baxırıq. Deməli, bərabər mol miqdarda götürülmüş yolunu həll etdik. 34'ə baxaq.
Deməli bizə 2 qab məhlul, 2 qab verilmişdi. Birinci sink və maqnezium metallarından ibarət A qarışıqda, ikinci yeni təkrarda sink və maqnezium metallarından ibarət A qarışığı verilmişdi. Birinci qaba artıq miqdarda kalium OH məhlulu əlavə edilmiş. İkinci qaba hidrogen xlorid məhlulu əlavə edilmişdi. Birinci qabdan 4,48, ikinci qabdan 6,72 litr qaz ayrılırsa A-nı müəyyən edin. Yəni orada qarışığın kütləsini biz tapmalıyıq. Birinci halda biz bilirik ki, uşaqlar maqnezium üzərinəcə kalium OH belə bir reaksiya mümkün deyil də. Yəni əsası xəstə daşıdığı üçün hər şey reaksiya getmir. Yəni bunu pozaq. Yəni ikinci halda biz bilirik ki, sinkin belə də qələvi məhlul reaksiyasından mütləq orada hidrogen ayrılır. Onda bunu da ümumi belə işarə etsək, sink üzərinəcə kalium OH-ın, yəni suda məhlulu alınır hidrogen. Biz də bilirik ki, bu tipli reaksiyada metalın valentliyi qədər hidrogen ayrılır da. Bizim qaydamız vardır ki, metalın valentliyinə qədər də onun yarısı qədər hidrogen ayrılır. Onda sxemimizi düz qeyd etdik. İndi burada daha biz nə yaza bilərik ki, uşaqlar? Baxın, deməli. Daha nə qeyd eləyə bilərik? Deməli, baxın, burada şərt verib ki, 4,48 litr hidrogen ayrılır. Əgər 22,4 litr əgər hidrogen ayrılırsa, burada 1 mol sink reaksiya girirsə, 4,48 litr ayrılanda, onda burada 20,4-ə 2 dəfə artırıblar da, oradan gül çəkiblər 2 dəfə artıraq, 0,2 mol buradan sink reaksiya girəcək. Burada da gəlin, burada sinkin üzərindən X yazaq, belə deyək, maqneziumu da X moluna, Y moluna işarə elədək. Burada da X-ilə, burada da Y-ilə molları işarə etsək, deməli, baxaq görək biz nə yaza bilərik də. Sonra ikinci qabdan uşaqlar nə deyir? İkinci qabdan da deyir 6,72 litr qaz ayrılmışdır. 6,2 litrdə biz X-i buradan tapdıq, axı 0, belə deyək də qeyd eləyək. 0,2. İndi ikinci qabdan da 6,2 litr qaz ayrılmışsa, burada deməli sink istifadə olundu. İndi maqnezium üstəcə H xlorun tənliyindən, baxın, maqnezium üzərinəcə, belə deyək, H xlor, daha doğrusu alınır. Maqnezium xlorid üzərinəcə H2. 6,72-də mola çevirsək, 6,72-də 0,3 mol, belə deyək, hidrogen deməkdir. Onda nə yaza bilərik? Bunu da pozaq buradan. Deməli, buradan yenə qeyd edək ki, 1 mol, əgər hidrogen orada, deməli, bu neçənci idi? Deməli, əgər oradan, qapıya baxın. Deməli, biz bunu qeyd etdik də burada, sink X moluna, maqnezium Y moluna, X üstəcə, gəlin, onda belə bir şey, cəm yazıq, daha doğrusu uşaqlar, yazıq ki, baxın uşaqlar, deməli, 6,72, burada qeyd etmişdi, 6,72 bərabərdir 0,3 mol. Cəmi qabdan qaz ayrılır. Bu da X, Y-in cəmi deməkdir də, daha doğrusu Y bərabərdir 0,3 mol deməkdir. Biz də X-i tapmışdıq axı burada. 0,2 tapmışdıq. Deməli, Y də orada 0,1 imiş ki, cəmi 0,1 imiş ki, cəmi 0,3 verib. Yaxşı, bunu da qeyd etdik. Biz də bilirik ki, yenə burada maqneziuma görə də buradan əgər tənasüb qursaq, baxın uşaqlar, 1 moldan burada 1 mol maqnezium reaksiya girəndə 1 mol H2 ayrılırsa, onda 0,1-dən də yenə burada da 0,1 mol maqnezium reaksiyaya girəcək. Yaxşı, bunu da tapdıq. Onda bu tapdığımız 0,1 mol maqneziumu, tapdığımız 0,2 mol oradakı tapmışdıq sink. Bunları gəlin kütləyə çevirək. Onda yaza bilərik ki, deməli, sink
Sinkin də emiri orada verilib də 65 0.2 vurulsun 65. Deməli neçə eləyər? Bu deməli 0.2 vursaq bu da 13 qram edər uşaqlar. Onda yazarıq magneziumun yenə burada tapdığımız bu baxın bu 0.1 ilə 0.2-ni biz kütləyə çeviririk. Bu da bərabərdir. Magneziumun emeri deməli 24-dür. 0.1 vurulsun 24. O da bərabərdir 2.1. İndi bu tapdığımız M1, M2-ni belə deyək də toplayaq. Ümumi kütləni tapaq orada. A qarışığının belə deyək də kütləsini daha doğrusu. Deməli M1 üzərinəcə M2 13-dən də üzərinəcə 2.4-ü toplasam eləyir 15.4. İndi uşaqlar biz tapdıq ki, ümumi qarışığın kütləsi 15.4-dür. Onu baxaq sualda nə deyirdi bizə? A-nı müəyyən edin. A-nı da tapdıq da. A bərabərdir 15.4. Deməli 15.4 neçədir orada? C variantı. Sonra nə edə bilərik? Nə yazaq? 37-ci sualı yazdıq. 38-ci sualı da uşaqlar üzərində baxaq elə. Sonra 1 mol bizə uşaqlar burada silisium oksit verilmişdir. 2 mol burada kalsium, daha doğrusu karbonla reaksiyasından biz bilirik ki alınır. Belə deyək də CO2 qeyd eləyək. Bir də alınır silisiumu. Silisium natrium H reaksiyası, natrium silikat, bir də alınır. H2 alınır orada. Deməli, Y maddəsi də H2-dir. Niyə biz CO2 götürmürük? Çünki CO2 natrium H reaksiyasından natrium hidrokarbonat verəcək. Natrium hidrokarbonatına bu CO-nun reaksiyası mümkün deyil də. Yoxdur, ona görə məcburuq biz burada silisium üstəcə natrium H reaksiyasına köklənək. Deməli, Y maddəmiz bizim H2-dir. H2-nin də CO ilə reaksiyasına üzvü maddə alınır. Sintez reaksiyası da burada da alınır. Üzvü maddə. Yəni, bəsit maddə alınmır. Hansı mərhələlərdə bəsit maddə alınmır deyirsə, burada deməli, baxın, birinci mərhələdə silisium alındı, ikinci mərhələdə bəsit maddə H2 alındı, onda yalnız 3-ü götürürük burada. 38-də B variantı. Sonra nəyə baxa bilərik? 39-cu suala baxaq, sualımız qalmadı. Nəfəmizi bölək. 39-cu sualı bu tanış gəlir. Ben bu sual etmişdik daha birinci bunu bu güvənin birinci qruplar üçün tərtib etdiyi suallar içində bu sualı var idi deyəsəm. Deməli uşaqlar bizə burada nə verir? Deyir ki, 2 turşulu əsas verilmişdir, 2 əsaslı turşu verilmişdir. Reaksiya daxil olan mol sayları eynidir, molyar kütlələri eynidir. Əmələ gələn normal duzun kütləsi 320-dir. Uşaqlar belə bir ümumi sxem yazaq da biz. Metal 2 turşulu dediyi üçün üzərinəcə H2 çünki 2 əsaslı turşu deyil, alınır. Normal duz üzərinəcə 2H2O. Baxın uşaqlar, burada amma şərt verib ki, uşaqlar, burada 2 mol götürülür, bu da 2 mol götürülür. Deməli, mən burada 2 mol götürdüyümüz üçün 2 mol 4 mola çevriləcək. Niyə 4 mola çevrilir? Çünki baxın, sağda və solda hidrogen və oksigen atomlarının sayı bərabərləşməlidir. 8 dənə hidrogen atomu sağda, 8 dənə hidrogen atomu solda, 4 oksigen atomu sağda, 4 oksigen atomu solda. Demək bərabərləşdi. Sonra əmələ gələn duzun mol sayı, yox, daha doğrusu kütləsi 320 verib. Onda yaza bilərik ki, 320 bu duzun kütləsidir. Deməli, bunların molyar kütləsi də M-dir. Onda kütlələri 2M olacaq. Çünki molu da nəzərə almalıyıq. Deməli, 2M keçir 320-yə. Buradan da 4-18-in suyun da kütləsi olur 72. Onda maddə kütləsinin saxlanması qanunu tətbiq etsək, yəni reaksiya daxil olan maddələrin kütlələrinin cəmi, reaksiya nəticəsində alınan maddələrin kütlələrinin cəminə bərabərdir. Deməli, o qaydanı tətbiq etsək,
4m bərabərdir. 320 ilə də 72-ni toplasaq, səhv etmirəm, 392. Demək, 392-ni də yenə 4-ə bölsək, deməli 392 bölü 4. 2 bölünsün 4. Deməli 98. Bir də nəysə elədik. Deməli bir də baxaq. Deməli 2m üzərinə keçim. 98. Yox, burada başqa bir şey deyir uşaqlar. Dedim bəlkə cavab 98-dir. Deməli əsas əmələ gətirən metalın nisbi atom kütləsini. Deməli onda yaza bilərik ki, emir metal kütləsi bu bərabərdir. Deməli burada da şərt verib ki, turşu ilə əsasın emiri eynidir. Onda yaza bilərik ki, metalı bilmirik, ikizdir. OH deməli oradan 16, 17, 34 2 mol hidroksil qrupun kütləsi 34 olduğu üçün yaza bilərik 2 + 34 bərabərdir 68 tənliyini həll edək. Deməli buradan da x bərabərdir 68, daha doğrusu 98. 98-dən də deməli 34 çıxsaq 64. Deməli metalın daha doğrusu ayer metal bərabərdir 64-də belə yazaq. Bərabərdir 64. Cavab deməli C variantı. Qatı 40-cı suala baxaq. Gəlin 45-ci sualı qeyd edək. Uşaqlar lövhəni açmışam burada. 45-i qeyd edək. Sonra keçək. Deməli növbəti şifahi sualları. Deməli doymuş karbon turşusu verilmişdi. Adı 0,1 mol artıq miqdarda natriumla reaksiya alınan hidrogenin mol miqdarı 0,1-dir. Molekulunda karbon atomlarının hibrid orbitallarının sayı 22-dir. Uşaqlar burada PDF-də qeyd edib də nəyə baxın, hansı rəqəmlərə önəm verəcək. Yəni bu 0,1-lərdən istifadə edəcək. Biz bilirik ki, bir əsaslı turşular natriumla reaksiyası deməli ECOH üzərinə C natrium bizi alınır deməli COO natrium. Belə deyək də bunun da üzərinə hidrogeni. Burada hidrogen sıxışdırılıb çıxarılacaq. Yəni lövhəni girib böyük yazardıq. Lövhəmizi böyüdək. Deməli üzərinə C natrium. CO natrium üzərinə C H2. Baxın, burada reaksiya daxili mol sayını əgər 1 mol götürsək, onda reaksiyadan ayrılan hidrogenin mol sayı 0,5 olacaq. İndi baxın, burada da amma şərt verib ki, 0,1 mol artıq miqdarda natrium ilə reaksiya ayrılan hidrogenin mol miqdarı 0,1-dir. İndi yaxşı, burada əgər biz burada belə deyək də, əgər 0,1 bunu götürsək, onda burada ayrılan hidrogenin həcmi 0,5 olacaq. Deməli, bu turşunu uşaqlar 2 əsaslı götürüblər ki, burada hər qanaddan bir dənə hidrogen ayrılıbdır. Yəni 1 mol 2 əsaslı hər hansı bir turşu götürülməli. Deməli, yəni bu turşunun 2 COH olmalıdır. Bax, bunu da belə yaza bilərik. 1 mol hər hansı bir X turşusudur. Onun, yəni ümumilikdə bunu görsədək. E radikalında belə də 2 COH-ı var. Bu şəkildən bilməm, belə vermək düzgündürmü? Üzərinə gəlsən natriumu, baxın, burada onda 1 mol H2 ayrılır. Deməli, bu turşunu 2, bir də deyirəm 2 COH 2 əsaslıymış ki, oradan mütləq 1 mol H2 ayrılıbdır. Çünki baxın, 0,1-in artıq miqdarı natrium reaksiya ayrılan hidrogen miqdarı 0,1-dirsə, 1-in 1-ə nisbətidir də. Deməli, bu, baxın, 1 moldan burada və 1 mol hidrogen ayrıldı. Baxın, bu 1. Deməli, indi biz bu turşunun neçə karbon atomu sayının olması tapmaq istəyiriksə, onda ümumi belə bir qayda yaza bilərik də 2 əsaslı turşular üçün. Karbon 2-in COH
deməli 2 dəfə. Biz bilirik ki, bütün deməli sp3 hibrid halında olan bütün karbon atomlarında 4n qədər hibrid orbitalı var. Axı bu karbon atomunda da 2 dənə orada 2 dənə sp2-si var. Axı ona görə yaza bilərik 4n minus 2 bərabərdir 22. O burada verilən o 22-dən istifadə edirik. Deməli 4n bərabərdir 24, n bərabərdir 6. Deməli bu 2 əsaslı turşunun 6 dənə karbon atom varmış. Əgər bu COH bir qanatındadırsa, belə deyək də COH-da belə deyək bir tərəfində, onda ortada olan mütləq metilen qruplarıdır. Bu metilen qrupların da sayı demək 4-üymüş ki, cəmi toplamı bunu 6 edir də. Baxın uşaqlar, orada 4 karbon atomu, üstəcə 1 karbon, burada da 6 karbon. Deməli bu turşu adipin turşusudur. Biz bilirik ki, 2 əsaslı turşu bu adipin turşusuda naylon istehsalında istifadə olunur. Heksametilin diaminlə bərabər naylon lifini, yəni polimerini əmələ gətirir. Onda suallara cavab verək. Baxaq, hansı suallar soruşur bizdə. Butan turşusudur, xeyr. Biz dedik adipin turşusudur. 2 əsaslı turşudur, düzdür, götürə bilərik. Naylon istehsalında istifadə olunur, düzdür. Adipin turşusudur, bu da düzdür. Deməli 3-də düzdür, 4-də düzdür. Bir əsaslı turşudur, xeyr. Deməli 2, 3, 4 B variantı. Sonra 41 elədik, yox, baxaq. 41-də nə deyir? Deməli 41-də uşaqlar. Selüloza molekulunda, yox, 40-a etməmişik. Qatı sulfat turşusu üçün, bax 40-a baxırıq. Deməli, qatı sulfat turşusu üçün hansı ifadələr doğrudur? Qatı sulfat turşusu uçucu mayedir, xeyr, uçucu deyil. Güclü higroskopikdir, düzdür. Bütün metallarla reaksiyaya daxil olur, yox. Qatı sulfat turşusunun osmium, iridiumla, platinlə belə reaksiyaları, yəni bu metallarla reaksiyası mümkün deyil. Oduncağı kömürləşdirir. Biz bilirik ki, o şəkəri, qatı sulfat turşusu həm o şəkəri də odunca belə deyək də kömürləşdirir. Belə bir reaksiya var vəsaitlərdə. Uçucu mayedir, ona görə yanlışdır. Higroskopikdə havadakı o suyu, rütubəti özünə çəkir. O da onun kütləsinin artmasına səbəb olur. Ona görə 2, 4, burada Y variantı. 41-də nə istəyir deməli uşaqlar? Bax, selüloza molekulunda hidroksil qruplarının sayı 9x olarsa onun polimerləşmə dərəcəsini tapın. Selüloza molekulunda biz bilirik ki, uşaqlar yazır, selüloza bizi yazır karbon 6. Deməli, karbon 6, H5, hidrogen 10. Deməli, baxın uşaqlar, bunun polimerləşmə dərəcəsi N qoyduq. Baxın uşaqlar, əgər bunda da 3 hidroksil qrupu var. 3 hidroksil qrupu olduğu üçün, bunun da polimerləşmə dərəcəsi 3 belə deyil, N olduğu üçün, bunun iri molekullu birləşmədə hidroksil qruplarının sayı 3N götürəcək. Yəni, bunun 1 molunda, 1 mol halqasında 3 dənə OH olduğu üçün, N polimer halqasında da 3N olacaq hidroksil qruplarının sayı. Onda nə yaza bilərik burada? Selüloza molekulunda hidroksil qruplarının ümumi sayı, baxın, hidroksil qruplarının ümumi sayı 9x-dir. Onda yaza bilərik 3N bərabər 9x-ə. Buradan da polimerləşmə dərəcəsini tapırıq da, bax, N-i tapdığımız N bərabərdir 9, 2x bölünsün 3. Deməli, N də bərabərdir 3x olduğunu tapdıq. Deməli, C variantı. Məsələn, 46-cı suala baxaq, 42-də nəzər edək. 46-da nə deyir? Hansı reaksiyalardan turş duz alınmır deyir. Burada uşaqlar, biz bilirik ki, natrium hidroortofosfat, natrium hidroksid reaksiyası var. Çünki turş duz üstəcə əsas reaksiya gedir də. Baxın, burada bir dənə hidrogen, buradan OH-ı götürür. Deməli, oradan alınır su, 1 mol su. Alınır natrium, 2, H, P, O, 4. Baxın, turş duzu alındı. İkinci variantda alınır. Deməli, biz bilirik ki, yeganə burada pasiv metaldır ki, qatı sulfat turşusu ilə turş duz
verir də, belə bir reaksiya var. Sonra kalium hidroksidlə CO2-ün birin birə nisbətində götürəndə biz bilirik ki, turş duzu alınır. Kalium hidrokarbonat belə bir reaksiya mümkündür. Burada da yenə baxın, hidrogen atomlarının sayı OH atomlarının sayını üstələdiyi üçün, çox olduğu üçün mütləq turş duz alınır. Amma aşağıdakı Y variantında H3PO2 bir əsaslı turşu olduğu üçün burada alınan OH, baxın burada bir dənə OH, buradan bir dənə hidrogeni su alınır. Bir də baxın belə bir birləşmə alınır. Natrium H2PO2. Yəni bu alınan duzun forması sizi yanıltmasın burada hidrogeni. Bu alınan duz normal duz alınır. Çünki H3PO2-nin içərisində bir dənə hidroksil qrupu var da, bir dənə əsaslı, orada onun əsaslığını göstərən bir dənə OH var. Baxın, onun da formulu uşaqlar bu cür yazılır da. Burada nereden qeyd edə bilərik onu? Baxın, bu cür yazılır da, baxın. Deməli, 3 dənə hidrogeni yazdıq. Baxın, bu cür, baxın, fosfor, deməli, neçə dənə də H2PO2 olduğu üçün, deməli, burada, baxın, bu cür yazılır. Yəni, bu, belə deyək də, H3PO2-nin quruluş formudur. Baxın, bunun içərisində bir dənə OH qrupu olduğu üçün biz buna bir əsaslı turşu deyirik. Deməli, bir. Sonra burada sonra suallarımıza baxaq. 42-ci suala baxaq. Bərabər kütlədə götürülmüş maddələr arasında reaksiya zamanı hər iki maddə axıra qədər sərf olunur. Baxışaqlar burada. Deməli, axıra qədər sərf olunur. Bir də bərabər kütlə sözünə fikir verməliyik. Reaksiyaları müəyyən edir. Baxın, uşaqlar, birinci reaksiyada mis sulfit verilib, 2 mol, 3 mol da O2 verir. 3 mol O2-nin kütləsi 3 vurdıq 96-dır bunun kütləsi. Mis sulfiti də hesablasaq, 64 üstəcə 32, 96, bu da 96 vur 2-dir də. Yəni, bunun hər ikisini bərabər kütləyə gətirsək, 96 vur 2, 2 də 6, 192, 192 götürsək də, bunların biri tam sərf olunacaq, mis sulfit, oksigen artıq qalacaq. Burada da hər iki maddə deyir, axıra qədər sərf olunsun da, ona görə bunu reaksiyanı götürə bilmirik. Amma ikinci reaksiyada baxın, 32, 64, daha doğrusu 32, 32 nisbətində götürüblər də, bərabər kütlədə götürüblər. Reaksiyada dönməyən reaksiyada lap yaxşı, yəni axıra qədər sərf olunur. Yəni, bir də deyirəm, 32-ni, baxın, hər ikisinin kütləsi 32-dir. Üçüncünü də götürə bilərik. Niyə? Mis hidroksidin də emeri 98-dir, sulfat turşusunun da emeri 98-dir. Bərabər kütlədə götürdükləri üçün axıra qədər reaksiya gedir, su alındığı üçün. Yəni, hamısı sərf olunur. Amma dördüncü variantda da yenə kütlələri bərabər hala gətirə bilərik. Ya orada da bərabər kütlədə görsə, biri tam sərf olunacaq, biri artıq qalacaq. Ona görə 4-ü orada götürə bilmirik. Cavab 2-3-dür. Sonra baxaq burada. Burada yenə birli spirtdir, oksidləşib, keçib, deməli, birli spirt oksidləşib, keçib aldehid. Aldehid A maddəsi, deməli, orada aldehiddir, yazaq onu. Üstündə qeyd eləyək, baxın. Karbon H3, burada mis-2 oksidlər, deməli, burada da keçib sirkə turşusuna. Sirkə turşusunda metil, deməli, spirtinə verib efir. Efir də bu cür yazılır. Karbon H3, karbon, oksigen, karbon H3. Yəni, bu da bizim C maddəmizdir. Elə bu C maddəsi. Yəni, bu aldığımızda burada bizim C maddəmiz. Suallara cavab verir. C maddəsi üçün doğru olan ifadələri müəyyən edin. Hidrolizə uğramır, yanlışdır. Mürəkkəb verilə bilir ki, hidrolizə edir. Yenə turşu və spirtə çevrilir. Propan turşusunun izomeridir. Propan turşusu da deməli yazılır karbon H3, deməli karbon H2, COH.
Deməli, burada da yenə karbon 3-dür, H6-dır, oksigen 2-dir. İzomer götürülə bilər. Hər ikisində 3 dənə karbon atomu var. Hər ikisində ümumi, deməli, belə deyək də, karbon 3, H6, oksigen 2-dir. Biz də bilirik ki, karbon turşularla mürəkkəb efirlər siniflər arası izomerdir. Yəni, bu variantı götürə bilirik. Mürəkkəb efirdir, düzgün fikirdir. Bizdə də doğru olanları soruşur. Ona görə 2, 3-dür cavab burada. Sonra 43-cü suala baxaq. 43-cü sualda bizə nə deyir? Lövhəmizə qeyd tutaq. Bu 5 mol, deməli 43-cü suala baxırıq. 5 mol metan, 8,5 mol oksigen qazı arasında reaksiya axıra qədər gedir. Reaksiya nəticəsində CO2 su alınır və heç bir maddədən artıq qalmır. Reaksiyaya daxil olan karbon H4-ün neçə faizi tam oksidləşmişdir. Deməli, reaksiyaları qeyd edək. Deməli, metan deyir, yazıq karbon H4, üzərinə gəl, oksigen. Reaksiyaları ümumiləşdirsək yaxşıdır, çünki əmsallaşdıracağıq. NO2 üzərinə gəl, su. Baxın, uşaqlar, deyir, reaksiya axıra qədər gedirsə, heç bir artıq qalmırsa, onda bunların əmsal kimi yaza bilərik. 5 buraya yazılır. 8,5 də buraya yazılır. Onda biz bunları əmsal, 8,5-i vursaq 2-yə, 17 oksigen atomu buradadır. Deməli, suda da, su oksigen necə? 5 də 4-ün 10. Deməli, bura mən 10 yazam. Baxın, uşaqlar, bura 10 yazaq. Deməli, 10 yazdım, 10 da 2-nin 20. Oksigen atomunda deməli 7-si CO ilə CO2-sin tərkibində. Bunları özümüzdən də ata bilərik, amma birin 3 ataq, gəlin uşaqlar. Birin də 2 ataq, görə bərabərləşir. 2 də 2-nin 4, 3, 7 bərabərləşdi. Bax, bunu başqa bir x ilə də yazmaq olar. Tutaq ki, buna bir x mol götürək. Bunu da y mol götürək oradan. Yəni, orada olan, belə deyək də, CO ilə CO2-nin mol sayını x, y-ni işarə ilə. Əgər orada bizə bir şərt vermir ki, deməli, neçə verib, 8,5 CO2 reaksiya daxil olmuş, neçə, onda belə bir tənlik yaza bilərik də. Demək, oksigen atomlarının sayı 10 buradadırsa, onda yaza bilərəm. X üstəcə y bərabərdir 7. Burada da 3-ü vuran 1-ə, baxın, burada bax, belə deyə yazıram bu 1-i. Burada da bax, 2-ni qeyd edib. 2-ni də vurun bu indeksinə. Onda yaza bilərəm ki, burada yenə deməli, yaza bilərəm 3, 2, üzərinə 4, y, daha doğrusu 2y, çünki orada 2y-dir. Bərabərdir 7. Təbii, bu tənliyi də ya həll edin. Yenə orada x, y-i tapa bilərsiniz də. Yenə bu tərəf-tərəfə toplama üsulu ilə. Daha doğrusu 3-ü, yox, burada 3, bu x üstəcə. Burada y şəklində yazsaydıq daha doğrusu olardı. Dəqiqə, burada 2y şəklində də, hə də bunu səncə düzdür, bu 43-cü sual. Hə, burada bunların biri, daha doğrusu y şəklində yazmalıyıq ki, biri ixtisar geçsin. Bu şəklində yazıb da həll etmək olar. Deməli, yəni təxmini də tapmaq olar da. Yəni, bu 3-ü, 2-ni özümüzdən də atıb. İndi suallara cavab, nə sual soruşur bizdə orada? Reaksiya daxil olan karbon H4-ün neçə faizi? Çünki böyüdək lövhəni orada görmürəm. Çünki bu da orada belə deyək də, kiçik yazılır ki, adam görmür də ki, neçə yazılır uşaqlar. Hə, reaksiya daxil olan karbon H4-ün neçə faizi tam oksidləşmişdir. İndi nə yaza bilərik uşaqlar? Biz qeyd elədik də onu. Hə, neçə faizi tam oksidləşmişdir. Deməli, baxın, burada oksidləşmə dərəcələrinin onda qeyd eləyək üstünə. Deməli, buradan CO-da keçib müsbət 2-yə,
Burada da keçir müsbət 4-ə, karbon H4, 4-dən 4-ə keçib. Baxın, oksidləşmişdir deyəndə karbon buradan deməli müsbət 4-dən keçib müsbət M2-yə keçib. Həm də müsbət 4-dən keçib müsbət 4-ə. Deməli 4-dən 2 elektron aldı. CO2-yə də keçəndə heç bir dəyişiklik baş vermədi də onda orada. Yəni bu müəyyən hissəsi belə çıxır ki, CO-nun tərkibinə keçib oksidləşir. Müəyyən hissəsi də burada belə deyək də reduksiyaya uğramışdı. Nə yaza bilərik burada? Suala baxaq. Reaksiya daxil olan karbon H4-ün hissəsi tam oksidləşmişdir. Tam oksidləşmişdir deyəndə uşaqlar bu karbon H4-ün 5 moluna, yəni belə bir şey yazaq. 5 molunu 100% götürək. Hə, 100% burada götürüb, nəsə aldığımız bu deməli 3 mol da CO-nun tərkibinə keçir. CO2-nin tərkibinə keçirsə karbon müsbət 4-də 2 moludur. 2 molunu götürək də onda. 2 molu da x% götürək. Demək x də bərabərdir. 200-ü də deməli 5-ə bölsək 40%. Deməli burada oksidləşmişdir. Sonra baxaq nə sualı? Hə, 44-cü suala baxaq. 44. Baxın, 44-də nə verilmişdi? Dəmir 3 nitratın termik parçalanması məhsullarının sayını zamanla asılı qrafiki verilmişdi. X maddəsini müəyyən edin. Deməli, dəmir 3 nitrat parçalanır. Ferum 2O3-ə üzərinə gəldi NO2, üzərinə gəldi O2. Deməli, uşaqlar, bunun əmsalları oksidləşmə reduksiya reaksiyası da elektron balans üsulu qurmaq da olar. Yəni, şifahi atmaq, şifahi atsaq. Çünki bunu bir keçən dəfə də izah vermişdik. Bura 4, bura 3 idi. Deməli, azotdakı 2N yox, burada 3 olduğu üçün. Deməli, 3N 12, 4-də 3N 12, burada da 12 idi. Burada da 12 idi. Deməli, bu 2 idi, bu da 3 idi. İndi baxaq qrafikə. Deyir ki, burada alınan məhsulların mol sayına görə bizdə çözməliyik də ki, X maddəsini müəyyən etmək. Ən yüksək burada az olan oksigen idi də, ən yüksək olan NO2 idi. Çünki bu 12 idi ya 14 idi. Deməli, burada oksigen 3 idi, ferum 2, H2 idi. Deməli, bu ferum 2O3'dür, oksigen də ortadadır. Səhv yazmadıq, baxaq. 2, 2, 12, 3. Hə, 2, 3, 12. Düzdür. İndi burada nə deyir bizdə? NO2-ni X maddəsinə ən yüksək molu olan, deməli, NO2-dir, D variantı. Sonra bax, burada Eylervinə baxaq. Eylervində nə deyir bizə? Verib bizə fluor, xlor, brom, yod verib uşaqlar. Biz burada nə edə bilərik? Yazıb ki, ümumi fikirləri qeyd eləməliyik. Hansına nə uyğundur? Onu tapmalıyıq ki, hansı maddə? Birinci sualda nə deyil? Deməli, 2 və 3 üçün uyğun olar müəyyəndir. Valentliyi 1, 3, 5, 7 olan biz bilirik ki, xlorla yoddur. Deməli, onda valentliyi olan 1-i yazdıq bura, 3-ə getdi. Su ilə reaksiya daxil olur, fluorla xlor daxil olur da, 2-ni yazaq bura. Adi şəraitdə zəhərli qazdır, fluor, xlor. Sonra hidrogenlə reaksiya daxil olur hər üçü, çünki hər üçün hidrogen xlor reaksiyası var. Oksigenli turşuları mövcuddur.
Florun oksijeni turşusu mövcud deyil də. Deməli, amma hər ikisinin xlorun, yodun var. Yodat, xlorat turşuları biz bilirik ki, var. Onda 5-i də yazdıq bura. Baxaq görək nəyə uyğun gedir. 1-ə 2, 3. Yaxşı dedik. Sonra 2-yə 4 yazmışıq. Sonra 3-ə də 1, 2. Cavab B variantı. Sonra baxaq nədir? 52-yə baxaq. Məsələ suallar var. 53-də baxaq. Müəyyən şərait hansı reaksiyalardan karbon 2 plus xlor ümumi formuluna malik olan maddələr alınır? Biz bilirik ki, birinci reaksiyada deməli belə deyək də alkan üstəcə xlorda əvəz etmə reaksiyasına girir. Karbon 2 H5 xlor. Bu uyğun getdi bax uşaqlar. 2-də 2, 4, 4 üstəcə 1, 5. Bir dənə də xlor var, götürə bilirik. İkinci variantda alınır. Xlor pi qırıda birləşmə reaksiyasına gedir. Ümumi yazaq hələ karbon 2, H2, xlor 2, bu uyğun getmədi. Üçüncü reaksiyada alınır, deməli H birləşir, birləşməni də yazaq. Belə bir birləşmə alınır. Karbon H3, karbon, xlor, karbon H3. Bunu da baxın uşaqlar, bir dənə xloru var da bunu. Yıxsaq bir yerə karbon 3, H7, xlor. Bu da uyğun getdi. Götürə bilirik. Sonra bunu da yazaq bura. Karbon 3, H7, xlor. İkinci reaksiyada disikloheksanı xlorla reaksiyasında uşaqlar belə bir birləşmə, deməli burada karbon H2-lər qalır təpə nöqtələrində. Hamısında karbon H2 qalır. Amma burada hidrogenin biri xlorla əvəz olunur. Üzərinəcə H xlor. Bunları da bir yerə yığsaq, keçən dərsdə mən diqqətsiz etmişdim. Birinci qruplar üçün də bu sualı paylaşmışdılar. Ümumi varianta götürmüşəm. Ümumi bunu yığanda bunun ümumi formulu 2n minus 1 olur orada. 1 götürülür də elə bircə karbon 2n bir xlor ümumi formuluna uyğun gəlir. Ona görə bu variantı götürə bilmirəm. Sadəcə mən orada minus 1 kimi onu təsvir elədim. Cavabı götürmüşdüm, amma yanlışdı. Ona görə burada 1, 3-dür cavab. 1, 3. Baxın, qeyd etmişəm. 1, 3. 2 də getmədi. Deməli, 4 də getmədi. Sonra buna da sonra X-dən alınmış polimer üçün nə doğrudur? Uşaqlar, biz bunu bilirik ki, bu metakrilat turşusunun metil sifiddə reaksiyasına X burada mürəkkəb efir verir. Bu metil metakrilat adlanır. Mürəkkəb efirdir. İndi X-dən alınmış polimer üçün nə doğrudur? Yəni bu X maddəsi də öz aralarında polimerləşir. Sonra orada diqqət eləməliyik ki, sonra polimer əmələ gətirir. Baxın, alınmış sözünə fikir verin. Polipropilen adlanır, xeyr, polimer adlanır. Polikondensator reaksiyası ilə alınır, xeyr, o polimerləşmədir. Polimetil metakrilat alınır. Sonra o da polimerləşmə reaksiyası ilə. Polimerləşmə reaksiyası ilə alınır, düz fikir götürə bilərik. Polimetil metakrilat adlanır, hə. Çünki burada metil metakrilat sonra polimerləşir, polimetil metakrilata çevrilir. Divinil kauçuku adlanır, xeyr, səhvdir. Ona görə burada cavab 3, 4-dür. Sonra baxaq. İndi sonraki sualımız qalmadı burada. Yox, 52-ci sual qalır. Baxaq ona. 52-ci sualda uşaqlar bizə nə verilib? Baxın. Glisin alanin verilmişdir. Reaksiya daxil mol sayları verilmişdir. Alınan tripeptidin kütləsi verilmişdir. İndi biz yaza bilərik ki, bu birinci glisin alanı necə yazılacaq? Onu qeyd edək. Baxın. Deməli, glisin. Biz bilirik ki, deməli, 2 karbon atomu var da onda. Ən kiçik, belə deyək də, molekul quruluşuna malik amin turşusudur. C, H2, COH-dır. Alanin isə 3 dənə karbon atomu var. Karbon H, deməli, karbon H3, BNH, NH2, COH. Bunun deməli emiri glisində səhv etmirəmsə 75 idi. Bu da bir metilin qrupu artıqdır da. 75-in üstə 14 gəlsəm
89-dur. Bax, emirləri, yəni 1 mollarının kütləsi. Demək, alanində 89-dur, glisində 75-dir. Yəni bir də deyirəm, metilin qrupu fərq etdiyi üçün bir dənə karbon H2, 14 artırdıq. İndi burada da reaksiya daxil olub. 2 mol glisin yazırıq, baxın. 2 mol glisin üzərinə gəl 1 mol alanı. Niyə? Çünki orada 0,2 mol, 0,1 mol götürdüyü üçün biz onları tam mola çevirək. Reaksiyanı daha doğrusu yazaq sonra. 1 mol deməli alanin. Deməli bir ki 3 mol amin turşusundan tripeptid alınır. Tripeptid də qısa yazaq. 3 mol götürdüyümüz üçün də 2 mol su alınır. İndi uşaqlar, bax bu tənliyi ümumi bir bizim sxemimiz vardı. 3 mol amin turşusundan çevrilir tripeptidə. Üzərinəcə 2H2O. Biz bundan istifadə edəcəyik. Verilən kütlələri də gəlin orada molları birinci kütləyə çevirək. Çünki bunların üzərindən istifadə edək. Baxın, orada glisinin cədvəldə 0,2 molunu gəlin kütləyə çevirək. Yazaq ki, M glisin. Glisini necə veriblər? 0,2 vurulsun emiri 75-ə. Bunu da hesablayanda 15 qram. Yəni reaksiya 15 qram glisin daxil olmuşdur. Onda M alaninin kütləsi bərabərdir. Alanin də 0,1. Vurdum 89-a. Bu da eləyir 8,9. Ne bu? Verilən bu. Baxın, bu kütlələri biz bu sxemimizdə istifadə edib yazdığımız bu belə deyək də ulduzdur. Bu sxemimizdə istifadə edəcəyik. Baxın, indi 3 mol amin turşusu götürüb onların kütləsini gəlin orada, onu da aşağıda qeyd edək. 3 mol amin turşusunun kütləsini 15 üstəcə 8,9 ilə toplayaq. Bu da eləyir 15-in 8,9 gəlsək neçə eləyər? 23,9. 23,9. Bunu da gətirin. Bax, burada kütləni yazaq üstünə. 23,9 qram amin turşusu burada reaksiya daxil olub. Burada da 2 molu vursaq suya. Burada eləyir. Daha doğrusu 36. Bunu 3,6 yazaq. 36-nı buraya yazaq. Bunu yazdıq yaxşı. A ifadə eləyir A ilə. Tripeptidin kütləsi də belə deyək də A ilə işarə eləyək. A ilə işarə eləyək, bilmirik. Onda belə bir tənlik qura bilərik də biz burada. A bərabərdir. Yaza bilərik ki, A üstəcə 3,6 Lomonosobun maddə kütləsinin saxlanması qanunu. Bax, bu tənlikdən elə istifadə edək. Elə bir 23,9 bərabərdir. A üstəcə 3,6. 23,9 yəni tripeptidin verilən kütləsini toplanmışlıqda 15-lə 8,9 bərabərdir. A üstəcə 3,6 tənliyini həll etsək. A bərabərdir 23,9 çıx 3,6. A bərabərdir. Bu da neçə eləyər? 20,3. Burada biz tripeptidin kütləsini deyirdik. A-nı tapdıq da kiçik A ilə ifadə ediblər əslində orada. Biz fərq etməz böyük yazdıq. Cavab neçədir? 20,3 Y variantı. Sonra bir də baxa bilərsiniz. Sonra sual qaldı. Suallarımız qaldı. Sonra deməli 49-cu suala baxaq. Uşaqlar, 49-cu sualda nə deyir bizə? Çünki görmürük, onda da kiçildəndə də görmək olmur. Orada ki, nə yazıb? X mollu xlor qazı ilə atomikdə götürmüş isti natrium. Deməli, natrium oksid məhlulunda yəqin ki, natrium OH olar uşaqlar. Çünki natrium oksidinlə xlor qazının reaksiyası yoxdur axı.
Elə bir yəqin ki, natrium hidroksidi olar. Reaksiya başa çatdıqdan sonra oksigensiz duzun kütləsinin alınan oksigenli duzun kütləsinin 62 qram çox olduğu müəyyən edilir. İkisi müəyyəndir. Onda deməli biz uşaqlar xlorun, natrium özü orada isti sözünə önəm verin. Çünki bunu xlor 2 üzərinə gəldi. Natrium OH alındı. Natrium xlorid üzərinəcə natrium xlor O3 üzərinəcə su. Deməli, əmsallaşmanı elektron balansı üsuluna 3-2 ilə müsbət 5-ə keçdi. Burada mənfi 1-ə keçdi. Əmsallaşmanı da aparsaq, səhv etmirəmsə birbaşa yazaq. 3 buradaydı. Deməli, xlor neçə dənə? 5 buradaydı məncə. Buradaydı. 5, 1, 6 da buradaydı. Su da 3'dür. Baxaq görək düz oldu uşaqlar. Bir diqqətli baxaq. Deməli 6 burada, 3 burada. Sonra içəlim. Deməli 6 natrium, 6 oksigen. Sonra neçəli? Bax, hə, düz oldu da. Yəni elektron balans üsulundan da yaza bilərdik. Lap bax uşaqlar, belə də yaza bilərsiniz. Başa düşülməsi üçün yazaq. Deməli, xlor öz-özünə oksidləşir. Belə deyək də, həm reduksiya olunur. Keçir burada da xlor, müsbət 5-ə. Deməli, 2 olduğu üçün burada belə deyək, 2 elektron alır. İkinci halda 10 elektron verir. Yenə 2, 10 kiçiltdik, 1, 5. Yəni bu 5-dən baxın, xlora bir yola çıxırıq da, bu 5-dən düz əmsallaşdırmış. Yenə də başa düşülməsi üçün istifadə etdik. Baxın, kütlə, burada alınan oksigenli, oksigensiz, orada duzun kütlələrindən bəhs edilir ki, biri-birinə 60 qram çoxdur. Baxın, oksigensiz duzun kütləsi, oksigenli duzun kütləsi 62 qram çox olduğunu deyirsə, onda belə bir kütlə dəyişməsi yaza bilərik ki, n bərabərdir. Natrium xlorid 58.5. Buraq vurulsun 5. Çıxsın oksigenli duzun emiri neçədir orada? 106.5. Burada kütlə dəyişməsi kalkulyat hesablayaq. Eləyir 186. Onda bax belə bir uşaqlar tənasüb qura bilərik ki, 3 mol xlor qazı xlor 2 reaksiyaya daxil olanda əgər kütlə dəyişməsi, yəni 186 qram orada belə deyək, fərq olarsa, deməli fərq yaranırsa, əgər deməli x mol xlor qazı da reaksiyaya daxil olanda 62 qram fərq yaranır. Baxın, bu tənliyi həll etsə, x bərabərdir 186, deməli 3 vuraq 62 bölünsün 186. Bunu da yenə hesablasaq. 3 də 62-nin elə 186 edir. Onu da bölsə 1 molu olduğunu taparıq. Deməli, burada suala baxaq. X-i müəyyən edin. Deyir, x əsasında istihalı oksigen olduğunu müəyyən edin. Hə, x mol. Deməli, burada başlanğıcda 1 mol xlor qazı reaksiyaya daxil olmuşdu. Cavab A variantı. Sonra baxaq 50-ci suala. 50-ci sualda nə deyir? Uşaqlar, bizə 50-ci sualda doymuş keton verilib, alkin verilib. Biz bilirik ki, bir də ketonların tam reduksiya məhsullarının molyar kütləsi verir. Biz bilirik ki, ketonların ümumi formulu uşaqlar. Karbon 2N, oksigen bu formada yazın. Yəni bu ketonun ümumi formuludur. Baxın, keton. Ketonlar da bilirik ki, 1 mol H2 ilə reduksiya olunanda nəyə çevrilirlər? Spirtə çevrilir də yenə. Deməli, bir OH olan spirtləri, yəni bir atomlu spirtlərin ümumi formulu da 2N plus 2 oksigen kimi yazarıq. Yaxşı, bunu da qeyd ediblər orada. N minus, baxın, M-ri daha doğrusu M üstəcə 4 kimi işarə ediblər. Alkinlərin də M-ri biz bilirik ki, uşaqlar. Alkin, karbon, N,
hidrogen 2 minus 2'dir. Deməli burada da nəyə çevrilir deyir? Yox, bunun çevrilməsi. Hə, hidrogenlə tam reaksiya məhsulu. Tam deyirsə, yəni belədir. Onda tam deyirsə 2 mol H2 götürməliyik. Biz bilirik ki, alkenlər də 2 mol H2 ilə tam doymuş birləşməyə çevrilirlər də. Yəni alkana çevirirlər. 2 plus 2'yə çevrilir. Bunun da emiri uşaqlar orada x verilib. İndi biz nə yaza bilərik? Əgər burada fikir verin, biri bir-birinə. Deməli, birinci yazdığımız o bir atomlu spirtlər, baxın, axırda yazdığımız o X-dən bir dənə oksigen fərq eləyir orada uşaqlar. Yəni, birinci yazdığımız M üstəcə 4'ün altında 2 yazmışıq. Karbon 2'nin üstəcə o oksigen, yəni bir atomlu spirtlərin ümumi formulu ilə alkanların ümumi formulu arasında bir oksigenin kütləsi qədər fərq var. Onda yaza bilərik ki, baxın, M üstəcə 4, yenə bir yazam şəkildə yazaq. Baxın, bunlar arasında, bax, belə bir yaza bilərik. M üstəcə 4 bərabərdir. X üstəcə 16. Yəni, bu qırmızı yazdığımız oksigenin kütləsidir. Buradan da X-i tapsaq, deməli, X-i tapsaq, M minus 12. Yəni, bunlar arasında M minus 12 qədər fərq var. Bunları, yəni, hidrogenlə tam reaksiya məhsulunun molyar kütlələri arasında. Biz də aldıq ki, onların hidrogenlə tam reaksiya məhsulu olmuş ketonlardan bir atomlu spirt aldıq. Alkenlərin də hidrogenlə tam reaksiya məhsulu alkanlar oldu. Sadəcə onların ümumi formulları üzərində belə deyə belə bir fərq aldıq. Sonra yəni bunu bir dənə öz-özdən karbon nömrələri eyni olan keton yaxud alkin yazıb, yenə onların emerin müqayisə etsəz, eyni cavabı gələcək burada uşaqlar. 51-ci sualda nə deyir burada? Hansı halda məhlulun pH-ı artar? Uşaqlar, biz bilirik ki, məhlulların pH-ı yuxarı olanda, 7-dən yuxarı olanda əsası mühit, qələvi mühit, pH-ı 7-dən kiçik olanda biz turş mühit o yaradır da, belə deyirdik, turş mühiti olur sistemdə. İndi baxın, yazıb ki, sulfat turşusu məhluluna tədricən natrium H əlavə etdikcə bu pH artacaq da, ona görə biri biz bu götürə bilərik. İkinci halda yazıb ki, mis nitrat məhlulun elektroliz zamanı. Yazaq onda mis 2 nitratın elektroliz tənliyini yazaq. Biz bilirik ki, katodda mis, anodda oksigen, məhlulda nitrat turşusu alınır. Deməli, məhlulda nitrat turşusu alınıbsa, uşaqlar, onda məhlul turş mühit olacaq da, pH düşəcək aşağı, bunu götürə bilmirik. Xörək düzünün məhlulun elektroliz zamanı, xörək düzünün də məhlulun elektroliz tənliyini yazaq. Deməli, biz bilirik ki, məhlulda natrium hidroksid, H2 üstəcə xlor 2. Demək, katodda H2, anodda xlor 2 qaz. Yenə baxın, məhlulda qələvi mühit yarandı. pH yenə də burada artacaq. Ona görə burada cavab 1-3. Hansıdır? 1-3 A variantı. 51-ci sualda, deməli, birinci, üçüncü halda artdığı üçün orada qələvi mühit yaranır da. Ona görə 1-3'ü götürürük. Sonra baxaq. 56-cı sual qaldı mı? Dedik, 55'ə baxaq. 55-ci sualda nə deyir uşaqlar? Bizə karbon verir, karbon yanma tənliyi verib, qeyd edək. Deməli, CO2 üzərinə 400 kJ. Bir də verib deməli, kükürdün yanma tənliyi. Deməli, keçir, CO2, burada da 300 kJ istilik ayrılır. Bir də şərh verir ki, reaksiya tənlikləri əsasən hidrogen, karbon və kükürdən ibarət qarışığın 0,5 molun tam yandırıldıqda 170 kJ istilik ayrılırsa, qarışıqda karbonun kütlə payını. Deməli, bir də bizə verib ki, uşaqlar, karbon üstəcə kükürt qarışığı verib. Bunu da şərt qoyur ki, 0,5 moldur. Bu da yananda 170 kJ istilik ayrılır. İndi biz karbon kükürdün kütlə payını tapmalıyıq, sonra onu faizə çevirməliyik. İndi baxın uşaqlar, karbonu biz bilmirik.
neçədir də x götürək. Bunu da 0.5 minus x götürək molların. Onda belə bir tənlik yaza bilərik. Yenə bax, burada karbonun baxın, yanma tənliyini yazaq. Uşaqlar, baxın. CO2 yananda 400 kilojol istilik ayrılır. Baxın, 1 molundan nə qədər ayrıldı? 400. İndi karbon x götürmüşdük axı. X yananda da bilmirəm də A-dır. A kilojol desək. Buradan A bərabərdir 402 kilojol ayrılıb. Yaxşı, onda kükürdü üçün yazsaq, daha doğrusu kükürdü üçün yazsaq. Deməli, bunu normal halda belə, yəni nəzəriyyə tənliyinə görə 300 kilojol istilik ayrılır. Yenə bunun 1 molundan baxırıq ki, 300 ayrılıb burada. Amma 0.5 minus x-indən B kilojol. Burada da B ifadə etsək kilojoluna. Bunlar kilojolda uşaqlar. Hamısı kilojoldur. B bərabərdir 0.5. Deməli, minus 2 vurulsun 300. İndi demir ki, bunların toplamı. İndi A plus B bərabərdir 170'dir. Yəni, bu toplamı hər ikisinin bu kilojollar 170 olduğunu oradan qeyd edə belə bir tənlik qura bilərik ki, 402 üstəcə A üstə B, A ilə B-in qiymətlərinin yerinə qoyuruq. 0.5 minus 2 vurulsun 300 bərabərdir 170. Şimdi uşaqlar, burada tənliyi həll etsək. 402 0.5 300-ə vursam yarısı eləyir də 150 minus 302 bərabərdir 170. Burada da deməli 102, 170-dən də 50 çıxdım, bərabərdir 20. Deməli 20-ni də 100-ə bölsək, deməli kəsir qalır da onda. Deməli 20 bölsün 100 bərabərdir 0.2. 20 0, 0.2 mol. Deməli mən başda nə götürmüşdüm uşaqlar? X molda, bu karbonun moludur tapdığımız, bu karbonun moludur. Onda kükürdündə molu, burada belə deyək, neçə idi? 0.5 minus x idi. Onda 0.5-dən çıxıram x-i, yəni qiyməti qoyuram yerinə. 0.5 çıx, 2 bu x-dir də qoyduq yerinə. 0.3 molda uşaqlar, bu kükürdündür. Tapdıq. İndi nə etməliyik? Nə tapmalıydıq? Ekran bölək görək nə istəyirdi. Hə, bu tapdıqlarımızı da kütləyə çevirməliyik. Karbonu 0.2 mol tapmışıq da uşaqlar. Kükürdü də burada, baxın, 0.3. Yəni yaza bilərik ki, karbonu kütləyə çevir. Karbon da emiri 12-dir. 0.2 vurulsun 12 bərabərdir 2.4 qram. Oradan karbon reaksiyaya daxil olub. Kükürdü üçündə yazsaq, kükürd bərabərdir. Kükürdün emiri də 32-dir, səhv etmirəm. 0.32. Bu da eləyir 9.6. İndi bunları da toplasaq, yəni bu M1-i elə bir M2 qeyd eləyək də. M1 üzərinəcə M2. Onda toplamı 2,4-dən 9.6-ını toplasaq 12 qram. Axı, ümumi bizim qarışığımız, uşaqlar, 12 qramdır. Mən də səliqəli bir uşaqlar. Deməli, 12 qram. Onda yaza bilərəm ki, mən də səhv etmirəm, karbonu deyirdi. Orada baxarıq bir də yenə səhv olsa bozarıq. Karbonun kütləsi deyirsəmizdə, karbonun kütləsini heç tapmışdıq 2.4. Bax, 2.4-ü qoyduq yerinə. Ümumi kütləmiz 12-dir. Vurdıq 100-ə. Bu da 240-ı da eləyir 12-yə bölsəm, səhv etmirəm, 20. Yəni, ümumi qarışıqda reaksiyaya daxil olan karbonun kütləsinin 20% olduğunu tapdıq. Cavab deməli burada 20-dir. Baxaq, açıq testdir. Burada
Aləmi qatdıq bir-birinə. Burada karbon kütlə payı nə deyildi? 20-nə 20 olduğunu tapdıq. Sonra baxaq 56-cı suala. Fosforun oksigenli turşuları verilib. Birləşmədə fosforun oksigenləşmə dərəcəsi verilib. Baxın uşaqlar, X verilib, Y verilib, Z verilib. İndi şərt qoyub ki, uşaqlar, bir böyükdür A-dan, böyükdür C-dən. Yəni burada bu turşularda fosforun oksigenləşmə dərəcələri belə deyək, Y-də fosforun oksigenləşmə dərəcəsi X birləşməsində fosforun oksigenləşmə dərəcəsindən böyükdür, o da Z-dən böyükdür. Onda ən böyük olan biz bilirik ki, burada B-dirsə, bu H3PO4'dür ya da H4PCO7 fərq eləməz. Buna yazaq H3PO3. Uşaqlar bax buna. X də budur. Z-yə də yazaq H3PO. Orada oksigen azaldıq ki, fosforun oksigenləşmə dərəcəsi azalsın. Bax burada uşaqlar. Bu müsbət 5-dir. 2-də 2-nin 4. Bu müsbət 1-dir. 3-də 2-nin 6, 6-dan 3-dür. Bu da müsbət 3-dür. Baxın, şərt ödəndi də. Baxaq görəkdim, 5 böyükdür 3-dən A-dan. O da böyükdür C-dən. Şərt ödəndi. İndi X və Z-nin molekulunda olan atomların sayları cəmini. Baxın, deməli, indeks deyil, X və Z-də. Onda X-də, X H3PO3-dürsə, neçə dənə atom var burada? 7 dənə atom buradadır. X-də. X, Z-də də 3, 2, 5, 6 dənə də atom. İndekslərini toplayırıq uşaqlar. Bax, diqqət. 2, bu 1-i, 3-ü. 3-ü, 1-i, 3-ü topladıq. 7 ilə də 6-nın toplamı 13. Deməli, X və Z molekulunda atomların sayı 13-dür. Baxaq görək, nə suallarımız qaldı burada. Yoxdur, qalsa baxarıq. Deməli, 57-ci sualda uşaqlar bizə nə deyir? Baxın. Deməli, 57-də bizə dəmirin elektron konfigurasiyası verib. Lap yaxşı. Demək, keçid baş verdiyi reaksiyaları 3D6-dan. Gəlin, buna lövhəni böyüdə üstündə görməyəcək. Deyir ki, bu reaksiyaların baş verdiyi uşaqlar keçidləri müəyyən edəcək ki, yəni hansı keçiddə neçə elektron keçidə baş verib, ona uyğun reaksiyaları çözəcək. Baxın, burada elə üstündə ümumi, yəni baxaq. 3D6, dəmirin ümumi elektron formulu necə yazılır? 3D, 5, daha doğrusu 3D6, 4S2-dir. 3D6, 4S2-dir. Səhv bunu təmiz paylamadıq. Məncə düz qeyd etdik bunu. 3D6, 26-nı təmiz paylayaq, görək neçədir, onu tam bilək. 1S2, 2S2, 2P6, 3S2, 3P6. Deməli, 3S2, 3P6, 4S2, 3D6. Baxaq görək, düzmü yazdıq. Deməli, 8, 10, 12, 18, 20, 26. Hə, düzdür. Deməli, bu 4S2, 3D6 ilə qutarır. İndi suallara cavab verir. 3D6, 4S0-dan 3D5-ə keçməkdə deməkdir uşaqlar. Yəni, orada bir elektron verib. Baxın, bir dənə elektron azalması baş vermişdir. Bunda yaza bilərik ki, burada ferrum 2 müsbətdən, belə deyək də, baxın, 2 elektron itirib, 2 müsbətdən 1 də keçib, dəmir 3 müsbətə. Baxın, D6-dan birinci halda D5-ə keçib də, deməli, orada 1 elektron itirib. Düzgün yazdıq. İkinci halda 3D6, 4S0-dan, ikinci halda da ferrum 2 müsbətdən 2 elektron itirib də, S orada 0-dır. Keçib, dəmir normal halda elektron konfigurasiyasına keçib, 0-a keçib. Deməli, burada da 2 elektron 2-dən 0-a keçmə 2 elektron qəbul etdi. Elə bir belə deyil, 2 itirmiş elektronu geri alır. Üçüncü halda da
Dəmir 3D6 4S2-də 0-dır. Normal halda konfiqurasiyasından elektron neytral halda keçib 3D5-ə. Burada da 3 elektron itirib uşaqlar. Bax, dəmir 3 müsbətə gəlib. 3 müsbətə də gəlmək o deməkdir ki, burada 3 elektron itirdi. Deməli, bu birinci hal idi, ikinci hal, üçüncü keçidlərin baş verdiyi ümumi reaksiyaların sıxımını göstərdik uşaqlar. İndi bax, biz burada məhsullar yazaq. Dəmir xlorla, dəmir belə deyək, 3 xloridə keçir. Dəmir 3 xloridə keçmək nə deməkdir? Dəmir 3 müsbətdir. Ferium SO4 məhli sinklə məhlə burada dəmir 0-a keçir. Yəni sink dəmiri sıxışdırıb çıxardır da onu oradan, dəmir 0-a. Dəmir plitin yanma tənliyində ferium dəmir 3 oksidə keçir. Yəni dəmir 3 müsbətə keçir. Dəmir doru sulfat turşusu ilə dəmir 2 sulfat verdiyi üçün 2 müsbətə keçir. Dəmirin qatı nitrat turşusu ilə biz bilirik ki, dəmir 3 nitrat verir. Yəni burada oksidləşmə dərəcəsi 3 müsbətdir. İndi baxırıq uşaqlar. Burada uyğunu. Deməli 1 yazaq. 1, 2, 3. 1-ə uyğun oldu C, 2-yə uyğun oldu B, 3-ə də Y. O birisilər də deməli 3-ə bir də baxaq. Y 3 müsbətə keçdi. Sonra 2-yə B 0-a gəldi, düzdür. Bu sadəcə bunlar reaksiya nömrəsidir uşaqlar. Buna oradan o birisilər də deməli dəyişilmə uyğun getmir də. Yəni onlar heç bir uyğun varianta qeyd etmirik. Bir də baxaq 1-ə C, 2-yə B, 3-ə Y. Sonra baxaq suallarımız qaldımı? Situasiyaya baxaq. Laboratoriyada şagirdlər, uşaqlar deməli nə verilib burada? Deməli bizə şərti oxuyaq. Laboratoriya şagirdləri müəyyən həcmdə götürülmüş, deməli neynirlər? Amoniak qazının içərisində 49 qram A faizli ortofosfat turşusu məhlul olan qabdan keçirilir. Prosesin sonunda qazın həcmcə yalnız 50%-nin reaksiya daxil olduğu orada göstərilir və məhlulun kütləsinin 10,2 qram artdığını müəyyən edilir. Bu NH3-ün səbəbindən artacaq. Bunu yadımızda saxlayaq. Reaksiya tam başa çatdıqdan sonra məhlulun yalnız bir növ normal doza alınır. Yəni bunu da istifadə edəcəyik. İndi yaxşı reaksiyalar yazaq. Alınan duzun formulu bu adına qeyd edilir. Normal duz dedik uşaqlar. Burada NH4 3 PO4 alınır. Adı da amonium ortofosfat yazaq da onda. Bu birinci hal. Amonium ortofosfat. Ortofosfat. Dedim də şifahi. Amonium ortofosfat. Sonra burada pusaq üçün yer açılsın. Sonra nə deyir burada? Laboratoriya şagirdlər müəyyən bu şərti 2 dəfə verib. Oxuduq axı bunu. 2 dəfə verilib. Baş verən reaksiya təhlilini yazın və əmsallaşdırın. Reaksiya daxil olmadan mühiti tərkib amoniak qazının normal şəraitdəki həcmini hesablar. Yaxşı, deməli amonium ortofosfatın adını qeyd etdik. Reaksiyanı da yazaq, əmsallaşdıraq. Reaksiyanın lap 59-u. Deməli burada yazaq elə. Deməli NH3 üzərinə C normal dediyi üçün orada elə ataq əmsalımızı başdan ataq. NH4 3 PO4. Yaxşı aldıq uşaqlar. Normal reaksiyanı yazdıq, əmsallaşdıq. İndi baxın, burada deyir ki, məhlulun kütləsinin 10,2 qram artdığı müəyyəndir. Bu da amoniakın hesabına artır. Baxaq görə neçə mol artıb. Deməli, nü H3 bərabərdir 10,2-ni bölək onun emerinə. Onun 7-yə. Bunu da bölsək 0,6 mol olduğunu taparıq. Sonra bu 0,10 molda baxın, prosesin da qazın həcmcə yalnız 50%-nin reaksiyaya daxil olduğunu və qabdaşı məhlulüdür. Deməli bu 0,10 molda burada 50% təşkil edir uşaqlar. Bu 0,1 mol, 0,10 mol 50% deyir ki,
belədir. Protein üstünə qazın həcmcə 50% reaksiyaya daxil olub. Bu da 10,2 qram artığı müəyyən edilib. Yaxşı 50%dirsə, onda 1 mol belə bir tənasüb yazarıq da. Gəlin 0,50% kimi götürməyək. Bunu litrə çevirək. Əgər orada 1 mol amoniak, belə deyək, 1 mol NH3 22,4-dürsə, 0,6 mol da x litrdir. Buradan da x bərabərdir. Deməli, yenə burada 20,4-ü 0,6-ya vursaq. Deməli, eləyir 13'dan %44 litr amoniak. Sonra bizə nə deyir burada? Baş verən reaksiyanı yazdıq. Reaksiyaya daxil olan tərkib amoniak qazı normal şəraitdə həcmini litrlə hesabladıq. Bax, reaksiyaya daxil olmadan mühiti tərk edən amoniak qazı normal şəraitdə həcmini də hesabladıq. İndi baxaq nə deyir. Sonra eyni şərtdir, eyni cümlələrdir bu. İlkin ortofosfat turşusu məhlulunun kütlə payını faizlə hesablayın deyir uşaqlar. Gəlin biz 60-cı sualda nə edə bilərik uşaqlar? Baxın, reaksiyanı yenə yazaq. Biz bilirdik ki, 3 mol NH3 ortofosfatla NH4 3 PO4 verib də. Normal düz verib burada. İndi yaza bilərik ki, 3 mol əgər 98 qram ortofosfatına reaksiya daxil olursa, o oradan yuxarıda tapdıb çevrilmiş deyə 0,16 mol. O da x qram ortofosfatına reaksiya daxil olar. Buradan da yenə x-i tapsaq. Deməli 0,6 vurulsun 98-ə bölünsün 3-ə. Bu da eləyir. Deməli baxaq. Bu da eləyir 19,6. Deməli 19,6 qram ortofosfat turşusu orada belə deyək də reaksiya daxil olub. Bu da H3PO4-ün bu 49 qram ki deyirik A faizli ortofosfat turşusunun içərisində. 49 qram o ümumi orada məhlulun ümumi kütləsidir. İndi biz deyirsə ki 49 qram ümumi məhlulun kütləsidir. Onda yazaq məhlulun ümumi kütləsi aynı işarə ediblər. Deməli yaza bilərik ki 19,6 qram məhlulun içərisində olan ortofosfat kütləsini bölürük məhlulun ümumi kütləsinə. Vururuq 100'ə. Bunu da 40% olduğunu tapdıq. Deməli A burada bərabərdir 40% tapdıq. Situasiyamızı həll etdik. Alınan duzun formulunu adını da qeyd etmişdik. Niyə bölüm 58'də qeyd edək bura. Deməli NH4 3PO4 amonyum ortofosfat yazaq. Amonyum ortofosfat. Sonra baxaq nə suallarımız qaldı. Həll etdik bunu. Baxaq suallarımız qalmadı. Baxaq ki, suallarımız qaldı. Suallarımız qalmadı. Sağ olun uşaqlar. Diqqətiniz üçün çox sağ olun. Növbəti sınaqda inşallah görüşərik.